Bismillahirrahmanirrahim. Mübarək Ramazan ayının 13-cü günün duası. Allahümme tahhirni fihi minəd-dənəsi vəl-əqzar və səbbirni fihi əla kainatil əqdar və vəffiqni fihi littuqa və suhbətil əbrar bi avnikə ya qurrətə aynil məsakin. 13-cü günün duasının tərcüməsində biz Allahdan istədik. İlahi, bu gün məni günahların kəsafət və çirkinliklərindən təmizlə. Qəza və qədərə uyğun bu gün baş verən hadisələrdə məni səbirli et. Bu gün məni təqvaya və yaxşı insanların söhbətinə müvəffəq eylə. Yardımına and verirəm, ey çarəsizlərin gözünün işığı. 13-cü günün müstəhəb namazları 4 rükətdir. Hər rükətdə bir həmd, 25 İxlas surəsi oxunur. Bütün namazlar 2 rükətli qılınır. Dualarınızda bizləri unutmayın.